Və mənə elə gəlir ki, sizin kanalın izləyicilərinin məhz bu verilişin əsas hissəsi biz bayaqdan limitə danışırıq. Qarabağa təklif olunan 14 hücumçu var. Bəli, onu danışırıq. Bura daha çox baxacaqlar. Çünki yaxın gələcəkdə o adları da sizə açıqlamağa çalışacaq. O adları açıqladısa, vəssalam. Bütün aləm transfer yatacaq. Yəni menecerlər qiymət qaldıracaq. Lazım deyil. Qarabağa da sərf eləmir adları açıqlanması. İstəmir artıq o hücumçuları. Yəni Qarabağın ən yaralı yeri, ən gözə görünən, bunun üçün yəni xüsusi mütəxəssisə ehtiyac yoxdur. Yəni futbola baxmayan adam belə görür ki, bu hücum xəttindən getmək olan şey deyil. Maksimum gedə bilərsən Tovuza qədər, yəni nə bilim Şamaxıya qədər. Sonra da gedə bilmirsən. Orada gedə bilmirsən, orada sən məğlub edirsən. Ona görə də mütləq şəkildə bu komandanın Avrokuboklardakı çıxışı üçün, yaxşı çıxışı üçün hücumçuya və keyfiyyətli heyətə ehtiyac var. Hücumdan başlayan keyfiyyətli heyətə ehtiyac var. Məncə müdafiə və hücum xüsusilə. Çünki müdafiədə görürük ki, artıq Bədavi o yaşda deyil. Bəhlul bəzən yox, ümumiyyətlə Bəhlul zəif çıxış edir. Müdafiənin sağ cinahında Veşoviç oynayır, solda Elvin və Tural var, amma mərkəzdə Kevin Medina qalacaq, qalmayacaq, necə olacaq, bunlar bilmirəm necə olacaq, amma yəni müdafiənin mərkəzində heç olmasa 2 futbolcu və hücuma da 2 oyuncu lazım. Yankoviçin alternativi yoxdur. Roma var idi, heç olmasa deyirdin ki, Patrik Andrade, Roma nəsə idarə eləyər və s. Amma Yankoviç zədələndi. Qarabağın demək olar ki, mənim fikrimdir, elə bir beli qırıldı. Bəli. Azərbaycan çempionatında mənə elə gəlir ki, bu mənim şəxsi fikrimdir. Ən belə deyək, üst səviyyəli yarım müdafiəçi Marko Yankoviçdir. Mən Edvin Kuşdan bayaq danışdım, məsələn, Edvin Kuş Neftçinin heyətindəki ən fantastik futbolçudur, ən çox bəyəndiyim oyunçudur. Emin Mahmudov yoxdur, amma o futbolcu gəlişindən indi bir haşiyə çıxaraq keçirəm bura, indi Montenegro futbolçudan danışarkən. Yəni, Emin Mahmudovun yoxluğunda Kuş gedir, başla qol da vurursa, dayaq yarım müdafiəçi kimi oynayırsa, hücum qurmağa çalışırsa, deməli bu futbolçu yəni aldığı o bayaq maaş söhbəti var, 5-10 minə oturan orada kənarda çıxırlar, arada bir isinmə hərəkətləri, 2-3 ötürmə, dala ötürmə, geri ötürmə və salam. Yəni bu deyil də. Edvin Kuş elə bir futbolçudur ki, bu dəqiqə onu götür Neftçidən ki, 5-liyə düşə bilməyən Neftçidən götür qoy Qarabağa. Qarabağda Patrikə də bəlkə də ehtiyatda saxlayır. Məncə, mən Qarabağın yerində olsam, əgər bu Kuç, təhər Neftçini səfiyyə çalışırlar. Kuç var. Yəni, həqiqətən Kuç əgər düşünülmürsə, yəni Qarabağ üçün idealdır. Ümumiyyətlə, yəni çox fantastik futbolçudur. Azərbaycan çempionatında oynayan ən yaxşı oyunculardan biridir. Yankoviç, o mənim üçün topdur. O Yankoviç. Yəni, məsələn, sənin sözünə qaydım. Yəni, Yankoviç olmadısa bir oyunda Qarabağın müdafiə ilə hücum var. Sən o xətləri çox yaxşı gedirsən. Orada gedib gələn oyuncu yoxdur. Top aparan oyuncu yoxdur. Boşluq yaranır. Bir-birlərini tapmaq üçün hətta binokulla belə baxırlar ki, oyuncu haradadır, bu topu hara atar. Yəni, ona görə də toplu topsuz oyunlarda, xətlər arası fazada, hücum fazası ilə yarım müdafiəni birləşdirən çox önəmli gücdür. Bunu qeyd edək və gələk Qurban Berdiyevə, digər Qurban Adaşa.